Hörmətli izləyicilər, növbəti və sonuncu yardımımızda Rafiq qardaş köməyimə çatdı. Kameranı Rafiq qardaşımız çəkir. Çünki Bəxtiyar qardaşların küçəsində Rafiqin maması olur. Rəhmədə gedib, yasa gedirdi. Bir dəqiqəlik xahiş etdim ki, bu kadrı görsün. Çünki bugün mənim siz tamaşaçılara vacib, çox vacib bir xahişim olacaqdır. Bəxtiyar qardaşa sonuncu paketimiz qismət oldu. Raya bibi də yazmışdı, xahiş eləmişdi ki, Bəxtiyar qardaşı unutma. Gəl Rafiq qardaşın qadana al. Bəxtiyar, gəl burada. Allah şəfanı versin. Şəmkirli qardaşımız, Kərbəlayı Rasim qardaşımızın maddi dəstəyi ilə 63 manatlıq ərzaq sovqatıdır, payıdır. Şirin ağızdan balalarından inşallah bir yerdə dadasın. Allah köməyi olsun. Bu oruçluq sevər, sağ ol. Amin Allah. Deməli, əziz dostlarım, bugün bu çəkilişi burada xüsusi olaraq qeyd etməyimin bir vacib səbəbi var. Bəxtiyar qardaşımız bir neçə il var, yoxsa aydır? Bir ilə yaxın müddətdir ki, beyin əməliyyatı keçirdir. Düzdür, bunu Rusiya da edib. Rusiya vətəndaşı olduğuna görə təmənnasız olur. Bir biletini pulundan başqa. Vaxtı ikən bizim kanalımıza yardım edən, bizim çox dəyərli, qeyrətli qardaşlarımızdan olan Ordubadlı Dadaşın yanında olub, işçisi olub, çox etibarlı bir oğlan olubdur. Çox ləyaqətli bir oğlan olubdur. Bəxtiyar bizim kəndimizin dəyərli oğlanlarından biridir. Yaşımız bir o qədər də böyük deyil. 6-7 yaş mən kiçiyirəm Bəxtiyar qardaşlar, amma həmişə ləyaqla, tərbiyə ilə, qanacaqla, mərifətlə həyat yaşayıb. Rusiyada yaşayıb, Leningrad şəhərində, kəndə də, qohuma da, əqrəbiyə də, atıya da, anıya da, əmiyə də əl atan olubdur. Həyat Bəxtiyar qardaşı da sınaqdan sınaq etdi. Bugün Bəxtiyar qardaş həyatın sınağındadır. Mən Bəxtiyar qardaşa dəfələrlə demişəm ki, inşallah sınaqdan uzaq çıxacaqsan. Bəxtiyar qardaşımızın başına belə bir iş gəldi. Biraz Rafiq yaxından götür qadasını alır. Şükürlər olsun ki, həyatdadır. Rusiyada yaşadığı, yəni şəhərdə, yəni Rusiya vətəndaşı olduğuna görə bu əməliyyat 1 manatsız olunubdur. Yenə Bəxtiyar qardaşa pul lazım değildi. Maksimum gedib gəlmək bilet pulu lazım idi. Çünki həkim bildirmiş ki, 1 ildən sonra gələrsən, hansı proseslər olmalıdır? İçinin mayeləri çəkilməli. Bəli, biraz uzadan mümkün. İçərisində olan, üzr istəyirəm, çirk, mayelər çəkilməlidir. Biz bir həftə bundan qabaq Bəxtiyar qardaşla söhbət edirdik. Onu da deyim ki, yəni bir evdə Bəxtiyar qardaşdır, yəni yaşayan. Anası xəstədir. Qardaşı, cavan qardaşı rəhmədə getdi. Heç bir yerdə işləmir. Bilmirəm, pensiya alırsan, almırsan, pensiya da alamırsan. Bax, fəlakət bu tərəfdir, əziz dostlar, pensiya da ala bilmir. Yəni, əziz dostlar, bağında, bağçasında, nə bilim, göyündən, göyərtisindən əkib güc bala ilə ancaq və ancaq evin, qəndin, çayını bir təhər dolandırır. Biz bir neçə gün bundan qabaq Bəxtiyarla söhbət edəndə, yəni hüzür yerində gördüm Bəxtiyar qardaşımız, bir ətraf yaxınki qardaşım da ona sahibləşir. Gördüm Bəxtiyar qardaşımın nəsə narahatdır, soruşdum nə olub, nə məsələdir, niyə belə narahatsan, dedi bəs getməliyəm həkimə də gedib, deməli, çirk çəkilməlidir, imkanlaşdıra bilmirəm. Mən bildirdim ki, Bəxtiyar, o işi bırax mənim möhtəməm, mən o gedib gəlməyinin biletini, pulunu təşkil edəcəm. Bəxtiyar qardaş da sevindi, şad oldu ki, Allah sağ min şükür. Amma əziz dostlar, bir problem çıxdı ortaya. Problem nədir? Yəni Bəxtiyar qardaş gedib bu işi görmək üçün Rusiyada heç bir ödəniş etməyəcəkdir. Yalnız və yalnız bir dəfə gedib gəlmək bilet pulundan başqa. İndi dünənmi sırağa gündür. Bəxtiyar qardaş
Rusiyadakı həkimi ilə danışarkən həkim bildirir ki, bəs mən qəza keçirmişəm, qəzaya düşmüşəm, özüm hal-hazırda ağır vəziyyətliyəm. İndi gözəl izləyicilər, bu əməliyyatı, yəni buna əməliyyat deməzdim, bəlkə də doğru deyil. Yəni bu proses ki var, yəni həmən o kişinin altında olan çirk çəkilməlidir. Bunu Bakıda digər bir həkimlə özün dəftər kömək eləmə, hansı klinikada, kimlə, nətər danışmısan? Topçu Başovda dedilər, o da dedilər ki, gərək pul ödəyəsən, MRT olma, analizlər olma. Burada hamısı mən vətəndaş olmadığıma görə hamısı pul. Sən Azərbaycan vətəndaş deyilsən. Yəni Ruslar edirdim, bunlar yerdə durur. Hə, ay yaşa. Bu hal-hazırda Azərbaycan vətəndaşlığın varsa? Var və həm Rus vətəndaşlısan, həm də buranın. Çünki orada həkimlər deyir ki, mən Rus baxıb biz əl vurmuruq. Buna görə biz biganə baxırlar. Burada da dedilər ki, pulla olmalıdır. Çünki başım getkidə əyilir, bu təmizlənməsə qıçan başım tutulmalıdır. Bəli, əziz dostlar, Allah göstərməsin. Bəxtiyarın 2 körpəsi var. 2 körpəsi var. Bəxtiyar qardaş qəbliyyətli oğlan olmasa, ləyaqlı oğlan olmasa, bəlkə də mən bu qədər acımaram. Həqiqətən ləyaqlı oğuldur, dəyərli oğlandır. Yəni biz bilə-bilə bizim Bəxtiyarlı kəndində 2 dənə xeyriyyəçi bloger var. Yəni ən azından bizim kəndimizdə belə bir gözümüzün önündə bir insanımızın, bir sakinimizin bu halda olmasına, biganə olmağın özü bir qəvahətdir. İndi əzizlərim, Bəxtiyar qardaşdan həkim 650 manat. Çünki çəkilişdən qabaq, yəni bugün hüzurda söhbət eləmişik biz. Ona görə məlumatlıyam əziz dostlar. İstəmirəm çox vaxta alaq. 650 dedim də. 650 həkim istəyir. 650 həkim, bir də nə xərci var? Bir də MRT ilə analizdir. O da 250 manat. 650, Azı 1000 manatdır. 1000 manatdan əziz dostlar. Bax sizə mən qardaşınız qurban olsun. Özüm Elşən Mustafayev olaraq birinci özüm 100 manatını bax özüm birinci olaraq qoyuram. Hamınızdan da qardaşlarım və bacılarım, hər birinizdən dönə-dönə xahiş edirəm ki, Bəxtiyarı boynu bükük qoymayaq. Bəxtiyarın 2 dənə körpə balası var. Bəxtiyarın bugün arxasında deyəcək ya atası, ya anası, ya qardaşı yoxdur, ya övladı yoxdur. Çünki 2 körpəsi var. Bu evin Allah uzaq eləsin, işığı sönə bilər. Gəlin, başda bizim Dəymadağlı cəmaatı, kəndimizin sakinləri, əgər bu çəkilişi izləyən qardaşlar varsa, kəndimizdə, gəlin hamımız başda olmaqla Bəxtiyar qardaşımıza bugün, bax bugün yardımcı olağın 1000 manat qardaşımızın pulu düzəlsin, bu qədər çəkdiyi əziyyət hədər getməsin. Sağ olsun Rusiyadakı o həkimlər, təmənnasız Bəxtiyar qardaşlar çox yüksək, başına papaq qoçuyor olmasın, yüksək keyfiyyətdə Bəxtiyara deməli xidmət göstəribdilər. Yəni 1 il tamamdır, bu artıq getməlidir, o çirk çəkilməlidir. Gəlin bir gəncimizə, bir dənə atamıza, əziz dostlarımız, biganə qalmayaq. Gücümüz çatan köməyimizi bax indidən edəyin 100 manata hazırdır. 1000 manatın 100 manatını bax mən özüm öz hesabımdan qoyuram. Qoy mənim 3 gün, 4 gün, 5 gün çəkdiyim əziyyət, qazandığım qazanc bir qardaşımızın sağlamlığına istifadə olsun. Hamınızdan bunu xahiş edirəm. Böyük ailəmiz, ürəyinizə qurban, başınıza dönüm, qeyrətinizə qurban olun. Bəxtiyar qardaşa yardım etməyinizi xahiş edirəm. 1000 manat. Bəxtiyar. Sağ olun, Allah böyük ailəmizi qorusun. Eşən qardaş, çox sağ olun, var olun. Həmişə kömək eləmişsiniz, çox sağ olun. Qarşınızda baş əyiləm. Sağ olun. Qadanalarım, Rövşən qardaşım, mömin qardaşım, sizdən də Bəxtiyar qardaşa kömək gözləyəcəm. Allah ürəyinizə görə versin. Nəyə gücünü çatır qardaşımıza kömək edin. Qardaşımız 1000 manata görə cavandır. Çox şey danışmıram. Cavandır. Cavan oğlandır. 2 dənə körpəsi var. Xahiş edirəm sizlərdən ürəyinizə qurban. Videomuzu da yekunlaşdırdım. Rasim qardaşıma sonda demək istəyirəm ki, uca Allahımız bugün etdiyi bu ehsanatı öz dərgahında ali dərəcədə qəbul eyləsin. Amin. Bugün sən 6 yox, 60 insanın qarnını doyurdun. Bugün sən bir daha gedib o Məkkəni, Kərbəlayını ziyarət edib gəldin.
Allah qəbul eləsin. İnşallah, inşallah. Sabah da çəkilişlərimiz olacaq. Bugün Cəsarətin evində çəkilişimiz olmayacaq. Çünki vaxtım yoxdur. Videonu qutaran kimi bir neçə dənə gedəcək yas yerləri var. Ora getməliyəm. Allah gününüzü xoş eləsin. Qurban olum sizlərə. Var olun. Rafiq, Allah sənin də anana rəhmət anana şəfa versin, atana rəhmət eləsin, qardaş. Allah həmişə qapını açıq eləsin. Sən də həbsdə olarkən hər dəfə səni izləyicilərimiz soruşurdu. Həmişə bildirirlər ki, Rafiq qardaşdan nə xəbər. Bu günə çox şükür qardaş. Özünü qoru. Özünü qoru Rafiq. Başına dönərəm. Sağ ol. Çox sağ ol.